ayət vardır. Nusqikum mimma fi butunihi min beyni farthin ve demin lebenen halisan saigan lişşaribin. Yəni biz sizə o malqaradan süd içiririk və süd ifrazatla qanın içərisindən çıxır. Amma necə çıxır? Xalisan, tərtəmiz çıxır. Yəni sən o süddə nə qanın rəngini, nə də ifrazatın qoxusunu duya bilərsən. Yəni necə ki o tərtəmiz çıxır, xalis və Allah Teala istəyir ki bizim etdiyimiz ibadətlər o cür təmiz olsun, qarışıq olmasın. Deməli ixlas sözü də xalis sözündən götürülüb. Necə ki südə başqa bir şey qarışarsa, yararsız olduğu kimi, yəni bizim etdiyimiz ibadətlərə də başqa şeylər qarışarsa, görüş, göstəriş, eşitsinlər deyə başqa niyyətlər olarsa, o ibadət yararsız olur, qəbul olmur. Deməli ibadət Allah Teala'nın haqqıdır və Allah Teala istəyir ki, oraya heç nə qarışmasın, tərtəmiz olsun. Və bunu əldə etmək üçün İbn Qayyim rahimehullah qısa, yəni qaydalar gətirir. İki qayda olaraq, yəni insanın iki şeyi bilməsi bunu əldə etməsinə səbəbdir. Bildirir ki, insan bilməlidir ki, Allahdan başqa heç kəsin tərifi ona fayda vermir. Yəni insan birinci yaxşı bilməlidir ki, Allahdan başqa heç kəsin tərifində fayda yoxdur. Bu bir. İkincisi bilməlidir ki, Allah Teala'dan başqa heç kəsin məzəmmətində, qınağında zərər yoxdur. Deməli, xeyir, fayda kimin tərifindədir? Allahın tərifində və zərər də Allah Teala'nın qınağındadır. Və bunu biləndən sonra da insan çalışmalıdır ki, tək olanı razı salsın və onun qınağından çəkinsin. Və həmçinin deyir ki, tək olanı razı salmaq birincisi də asandır, ikincisi də fayda da elə oradadır. Çoxu razı salmaq mümkün deyil. Yəni insanları razı salmaq mümkün deyil və razı salsan belə nə faydası var? Və ona görə İbn Hazm rahimehullah buyurur ki, əgər sən fikirləşirsənsə ki, insanları özündən razı salacaqsan, deyəsən də çatışmır. Yəni mümkün deyil bu. Lap mümkün olsa, əgər fərz edərək mümkün olsa belə, yəni bir faydası yoxdur. Və İbn Qayyim rahimehullah bu qaydaları hardan çıxardı? Bir hədisdən. Bir bədəvi ərəb gəlir və deyir ki, İnnə həmdi zeynun və dəmmi şeyunun. Yəni mənim tərifim bir bəzəkdir. Yəni mənim təriflədiyim insan ucalı, irəli gedir və mənim pislədiyim insan isə alçalır,